Bağışlayan ve mehriban Allah'ın adıyla, əziz müsəlmanlar, bugün imamət səmasının ikinci parlaq ulduzu İmam Həsən əleyhissalamın mövlud günüdür. İmam Həsən əleyhissalam öz dövründə zahirən məğlubiyyət kimi görünsə də, amma əslində İslamı qoruyub saxlayan səbəb kimi Muaviyyə ilə sülh müqaviləsi bağladı. Bu, İslam qayalarının bir daşqın qarşısında müvəqqəti olaraq geri çəkilərək öz mövqeyini möhkəmləndirməsi idi. O, Həzrət özü bu barədə belə buyurur ki, məgər Peyğəmbər babam bizim Həsən və Hüseynin haqqında belə buyurmamışdı ki, Həsən və Hüseyn qiyam etsələr də, etməsələr də imamdırlar. Bu hədis imamətin fəaliyyət formasını dəyişə biləcəyinə, lakin hədəfin və ilahi məqamın dəyişməzliyinə dair ən böyük dəlildir. İmam Mehdi əleyhissalam da intizar dövründə bir növ mənəvi sülh və qeybət halındadır. O, öz şiyələrinə dua etməyi, səbirli olmağı, ibadətlə məşğul olmağı, həm də haqq yolundan ayrılmamağı tövsiyə edir. Onun qeybəti də İmam Həsən əleyhissalamın sülhü kimi zahirən geriyə çəkilmək kimi görünsə də, bu dövrün sonunda zuhur etməklə dünyanın ən böyük və ədalətli qiyamına çevriləcəkdir. Məsələ buna görə də bu iki hərəkət bir-birini tamamlayan iki böyük bir fəsildir. Biri İslamın varlığını qoruyur, digəri isə onu zəfərə və qalibiyyətə çatdırır. İmam Həsən əleyhissalam birbaşa mübarizənin içərisindəyir. Lakin ümmətin daxili çəkişmələri, dostların etinasızlığı, səhabələrin xainliyi, düşmənlərin qəddarlığı qarşısında dini qorumaq üçün sülhü seçdi. İmam Mehdi əleyhissalam isə heç bir sülh və tavizə yol vermədən zuhur edərkən, qiyam edib qalxaraq dünyanı zülm və haqsızlıqdan təmizləyəcəkdi. İmam Həsən əleyhissalam öz dövründə öz yaxın adamlarının və sahabənin xəyanəti ilə üzləşdi. Belə ki, onlar dünya malına aldanaraq imamı səhnədə tək qoydular. Bu, xarici düşmənlərdən daha ağır bir imtihan idi. Amma İmam Mehdi əleyhissalamın dövründə isə xüsusilə də qeybət zamanı çox çətin bir imtihan dövrüdür. Məhz bu dövrdə mömin imamını görmədən ona olan bağlılığını qoruyub saxlamaq ilə, hifz etmək kimi ağır bir vəzifə ilə üz-üzədir. İmam Həsən əleyhissalam bizə ümmətin xilası üçün bəzən ən ağır qərarları belə qəbul etməyi öyrədir. İmam Mehdi isə bizə ümid aşılayır və buyurur ki, həqiqətən mən yer sakinlərinin amanıyam. Necə ki, ulduzlar səma əhlinin amanıdırlar. Yeryüzü heç zaman hüccətsiz qalmayacaq. İstər o hüccət gizli ya aşkar olmuş olsun. Əzizlərim, İmam Həsən məktəbi bizə səbir, dözüm və həlimlilik dərsini öyrədir. İmam Mehdi məktəbindən isə intizarında olan, onun göstərişlərinə uyğun yaşayaq, günahlardan uzaq olaq və daim bu duanı zikr edək. Allahım bizləri İmam Həsən əleyhissalamın şəfaətinə, İmam Mehdinin zuhuruna nəsib et. Amin.